Yəni gəlin açıq danışaq da. Baxın, bu günə qədər mən tanıdığım insanlar var, 15 ildir deyirlər ki, bu işlə məşğuldur da. Təsəvvür edin, harda $20 bonus verirlər, qaçırır. Harda $30 bonus verir, qaçırır. Harda deyək ki, konkurs var, nə bilim $100 verərək birinci yerə qaçırlar ora. Baxıram ki, bu insan 15 ilini boş yerə xərcləyib. Yəni indiyə qədər özünün real hesabı var, nə təlimlərə qoşulub, nə praktika qazanmaq istəyir. Amma sadəcə olaraq bu gün sabah deyə bu konkursdan o konkursa, bu şirkətin $30 o şirkətin $20 o şirkətin $50 ilə 15 ilini verib gedir. Amma biz sizə deyək ki, insan hər hansı bir şey ilk öncə istək olmalıdır insanda. Yəni istək varsa, səylə çalışmaq lazımdır. Və heç vaxtı təslim olmamalı, onu davam etdirməlisən də. Bizdə tam başqadır. Yəni siz məsələn təlimə gələndə, bunu sizdən qabaqki qardaşımla söhbət edirəm. Təlimə gələndə baxırsan ki, məsələn il bundan qabaq, bir il bundan qabaq, il yarım bundan qabaq təlimə gəlib. Pulsuz ödənişsiz təlimə gəlib, yarım saatlıq təlimə. İndi gəlib deyir, biz sizə deyir ki, təlim üçün, savad üçün bizdəki insanlar çəkinirlər. Məsələn, o da biz nə deyir, yəni yarı qismidir, hardasa bir 50%-dir. 50%-i həmən istəyir ki, məsələn, gənc nəsil istəyir ki, təlim alsın. İlkin investisiya nədir? Təlimədir da. Təlim əldə eləməlisən ki, sonra başlamalısan. Yəni bizdə informasiyanın az olmağı, yəni bizdə məsələn reklamların, məsələn mənim reklamımın yəni az olması, bir çox insanlara məsələn reklam verirlər və onlar Forex-i öyrədirəm əvəzinə onlar məlumat verirlər və o məlumatdan məsələn heç nə əldə edə bilmirsən. Yəni məsələn deyək ki, 800 manatlı təlim keçsə, 2 həftəlik, 3 həftəlik təlim keçsə, bir şey öyrədirlər 2 həftəyə. Bizdə bir şey öyrədir, 800 manat bularlar. Yəni onu sən heç nə bilmirsən. Hansı ki o insanların real hesabları yoxdur. Aydındır. Yəni siz hər hansı bir yəni bizi izləyənlər də mümkün qədər yəni peşəkar səviyyədə öyrənin ki, bu işə başlayasınız. Yoxsa belə bu şirkət $30 məsələn uşaq var, oturur məsələn anasının, qardaşının, atasının, bacısının, xalasının, dayısının, əmisinin adının, qohumunun, dostunun adından 10 dənə, 15 dənə, $20, $30 bir hesab açır olan adlarının registrasiyasına keçir. Yəni deyək ki, təhsil yox, itirir. Ortada heç nə yoxdur. Yəni o ilə və yaxud da ki, hansısa bir insan deyir ki, mən təlimə pul verməyim, mən özüm öyrənərəm. O məlumatlar dağınıq olur. Bilmirsən haradan başlayasan. Yəni təlimə gəlsən rutindir, yəni bir qayda reqlam əsasında gedirsən. Ümumiyyətlə belə bir şey var da. Hara köklənirsansə, o sənin olur. O $20 köklənir. Ay sağ ol, o ilə gəlir. $20. Bəli. İndi mən sizə nə demək istəyirəm? Mən sırf sentyabrdan bura, sentyabrda sayılmasa, oktyabrdan bura, bu gördüyünüz yəni bu oktyabrdan bura olub. Amma necə? Mənim ya notebook'um olmayıb, ya vaxtım olmayıb, konkret işləyə, yəni bunları eləmişəm. Heç bir vaxt sərf eləməmişəm bu işə, ya YouTube'da oturub saatlarla videolara baxa bilməmişəm. Amma indi mən konkret olaraq özümü hazırlamışam ki, mən konkret köklənim bura. Əlbəttə, təbii ki, köklənirsən ki, orada sizdə məbləğ da az deyil. Yəni $10.000 yaxın məbləğdir. Yəni bu biz nədir? Yəni bu məbləğ az məbləğ deyil. Təsəvvür edin, insanlar yəni $100 belə yatıra bilmirlər. $100 belə imkanı yatır. Səndə $10.000 yaxın bu var. Bunu dəyərləndirmək lazımdır. Dəyərləndirmək lazımdır. Yəni biz yəni o da təbii ki, yəni düzgün ünvana gəlmisən. Mən Azərbaycanda yaşamırdım. Mən Avropada yaşayırdım. Mən 10 gün gəlmişəm. Hətta mən Avropadan sizdə yazışmalarımız durmur deyirsiniz. Bilmirəm niyə durmursa. Mən bilmirəm kimlə yazışmışamsa, amma xanım hissi gəlir. Aysa bəli, Sabiha xanımla yazmışam, ya da Şəhla xanımla. Mən CIP kanalına qoşulmaq istədim. CIP kanalına, CIP ödənişli. Ödənişi dedi elədim. Sonra biraz VIP var bizdə, o da tələbələr üçün. İnşallah tələbə olmasa aşağı dedim, mən hələ bilmirəm belə elə. Qoşuldum CIP-ə. Amma necə oldu?
mən bu buy limitli, sell limitli, Onları bunları bilmirsən. bilmirəm. Hə, onları Mən bilmirsən. də xanıma yazdım ki, yalancı olmayım da, çünki mən dəqiq insanam. Hə, elədir, yəni bilmirəm. Yazdım ki, xanım, mən bundan başa çıxmıram. Ay, Əgər təlim icazə lazımdır. verərsinizsə, baxım burada, biraz özümü mükəmməlləşdirim. Amma yox, o təlim Yox, lazımdır ona. orada mən yazmışdım ki, Hə. onsuz da ki, Hə. yəni bilirəm ki, yox deyə bilərsiniz, yəni incimirəm. Sadəcə Hə, olaraq belə. O da dedi, yox, mümkün deyil. Dedim, hə, okey. Nə üçün mümkün deyil? Biz sizə elə bir şey o Yox, orada onu bilirəm. orada buy stop sell stop var. 1% o həmişə o ümid yeri olur da. Yox, biz sizə yox, orada biz nə qədər desək ki, burada siz məsələn buy limit qoyun, buy stop qoymaq lazımdır. Onu siz bilmirsinizsə, məsələn adam var deyir ki, mən qoşulmaq istəyirəm. Qoşulur, məsələn onu deyəndə deyir, mən başa düşmürəm. Və yaxud da ki, məsələn bizdə VIP var, təlimlər üçün. Məsələn bu xəttdən təlimi keçməyən yəni başa düşmür də onda. Məsələn deyəndə məsələn elə insan var xəttini deyil. Elə insan var həqiqətən başa düşür ki, mən özü deyir ki, məsələn mən başa düşmürəm də orada da. Yəni orada mənim qalmağım yəni bir mənası yoxdur, bir məna görmürəm. Orada siz buy stop sell stop bilmirsinizsə, indi gəlmisiniz biz ona buy stopu da sell stopu da biz öyrədərik sizə. Biraz orada terminlər də var idi ki. Onlar da öyrədərik sizə. Heç bir problem yoxdur. Yəni bizdə mükəmməl belə deyək də, yəni təlimlər var. Yəni peşəkar təlimlər var. O qiymətləri yəqin sizə deyiblər. Yəni həqiqətən bu birinci peşəkar təlim, ikinci də ki, yəni alma yemək istəyirsənsə, mütləq alma ağacının altında oturmalısan da. Yəni gedib arası axtarmaq lazım deyil, ya bazardan ya oradan ya buradan. Onun üçün yəni belə deyək, alma ağacı mütləq bir dənə alma yerə düşər, onu yeyərsən də sən. Və team şəklində, komanda şəklində olmalıdır ki, sən özü tənha hiss eləməyəsən. Odur ki, sırf olaraq Azərbaycanda, bəlkə də dünyada tək olaraq bizdə var.